Deməli bir gün bir imkanlı qadın olur. Bunun 3 dənə qızı olur, üçünün də əri olur. İndi bəzi yerlərdə ona kürəkən deyirlər, bəzi yerlərdə yeznə deyirlər, bilmirəm. Fikirləşir ki, qoy görüm bu yeznələrdən hansı məni daha çox istəyir. Birinci gün götürür böyük qızın ailəsini aparır dənizə, yeyirlər, içirlər, istirahət edirlər. Birdən arvadın ağlına bir fikir gəlir. Özün tullayır dənizin dərin yerinə, başlayır qışqırır ki, ay yeznə, boğuldum, kömək elə. Oğlan qaçır, tez xilas edir arvadı. Səhərsi gün arvad onun evin qabağına bir dənə axırıncı BMW-dən qoydurur. Üstünə də yazdırır ki, həyatımı xilas elədiyinə görə sənə öz dərin təşəkkürümü bildirirəm. Hörmətlə qaynanam. Səhərsi gün deyir ki, qoy görüm bu ortancıl yeznəm nətər məni çox istəyirmi? Yenə gedirlər, yeyirlər, içirlər, dənizdə yenə istirahət edirlər. Arvad yenə eyni taktika ilə özünü atır dərin yerə, başlayır qışqırır. Ay yeznə, boğuldum, kömək elə. Oğlan yenə qaçırımını kömək eləyir. Bir dənə onun da qapısının ağzına axırıncı BMW-dən qoydurur. Üstünə bir yazıdan yazdırır ki, həyatımı xilas elədiyinə görə sənə öz dərin təşəkkürümü bildirirəm. Hörmətlə qaynanan. Üçüncü gün deyir ki, qoy görüm məni bu kiçik yeznəm nətər çox istəyirmi? Nəsə götürür aparır bunların da ailəsini yeməyə, içməyə, dənizə, istirahətə, ora, bura. Yenə arvad özünü atır dərin yerinə, dənizin. Başlayır qışqırır ki, ay yeznə, boğuldum, gəl kömək elə. Bu da biraz belə həlləm-qəlləm uşaq olur. Qayıdıqca boğuldun, cəhənnəmə boğul. Üzə bilmirsən, nə gəlsən dənizin dərin yerində. Getmir xilas eləməyə. Arvad boğulur, ölür, nəsə məclisiz adı yola verirlər. Üstünə bir müddət keçir. Oğlan evə gələndə görür, qapısının ağzında axırıncı model Qalenvagin, üstündə də zapiska. Götürür belə oxuyur, gör yazılıb ki, dəyərli oğlum, həyatımı xilas elədiyinə görə sənə öz dərin təşəkkürümü bildirirəm və ömrümün axırına qədər də sənin qulluğundayam. Çox hörmətlə qaynatan.